Aynar, mənə 5 dənə maşın denən ki, çox da bahalı olmasın, amma bahalı görünsün. 5 dənə bilmirəm, o gözə birini deyəcəm bax. Bax, ekskluziv maşın deyirəm sənə. Citroen DS5. Fransa səfirliyin qabağında dayanır həmişə. Malakan bağında. Görmüsən onu? Ağ rəngdə. Demək olar ki, bütün səfirliklər əgər maşın istəyirsə özlərinkini sürürlər. Və DS5-ə məsələn baxsaq indi onu görüntüyə qoyarıq da. Salonu çox qəşəngdir. İzolyasiyası 100% yaxşıdır. Avropa maşınları ümumiyyətlə belə özünə hörmət edən olur fiyatı çıxmaqla. Amma o problemli maşın deyil. Problemli olmağına çox güman ki, bilmirəm amma mən amma Citroen-in dizel motorları çox dözümlü olur. Məsələn, bunun səs sistemi yaxşıdır. Məsələn, Luku qəribədir belə ortadan 2 dənə xəttdən gedir. Hə. Belə xüsusi qəribəliklə dolu, maraqlı. Fransalılar onsuz da qəribə olur. Belə olur, maraqlı və həm də mənə gəlir bu qətiyyən 15 minlik maşına oxşamır da, amma bu qiymətədir. Mən düşünürəm ki, məsələn də Camaro'dur, Mustang'dır, düzdür. Belə texniki olaraq çox belə gözəl maşınlar olmasalar da, çünki Amerikanların biraz fəlsəfəsi qəribədir. Getsin amma dönməsin. Dönməsin olur. Görüş bucağın yoxdur, ümumiyyətlə heç yeri görmürsən. Arxanda tır var məsələn, onu da görməyəsən. Amma bahalı görünür faktiki. Maşından başı çıxmayan insanlar bilməyəcək ki, maşından başı çıxmayanlar üçün belə şeydir. Həm 4-cü seriya BMW də demək olar. Məsələn 30-35 minədir. Üstünü açırsan. Maşından başı çıxmayanlar üçün bahalı maşın. Ay sağ ol.